Salam hörmətli izləyicilər, hörmətli müəllimlər. MHM Həndəsə Test Bankından yeni nəşrdən həndəsənin əsas anlayışlarından başlayaraq mövzuların izahını sizlərə təqdim edəcəm. 80-ci sualdan başlayaraq əvvəlki sualların da izahı kanalımızda olacaq. İzahlarını sizlərə təqdim edəcəm. İzaha keçməmişdən əvvəl kanalımıza abunə ola bilərsiniz izahların davamı üçün. Həmçinin onlayn dərslərlə əlaqə saxlamaq üçün 051 552 15 77 nömrəsini WhatsApp-na yaza bilərsiniz. 80-ci suala baxaq. Şəkildə verilənlərə əsasən x-in dərəcə ölçüsünü tapın. Fikir versək, D1, D2 paraleldir. Baxın, qaydamıza əsasən bu içəridəkilərin cəmi çöldəkilərin cəminə bərabər olmalıdır. Yəni, x ilə x-i toplasaq 2x plus 50 bərabərdir. X ilə 2x toplasam 3x plus 20. 50-dən 20 çıxsam 30 bərabərdir x-ə. Deməcəyimiz hansı olur? Y variantı. 81. Şəkildə verilənlərə əsasən alfanın dərəcə ölçüsünü tapın. Fikir versək, bura 45 dərəcədir. Bura 45 dərəcə. Bura x minus 12 isə, burada x minus 12 olacaq. Qarşılıqlı bucaqlardır. Və bura 45 dərəcəsə, burada 45 dərəcə qarşılıqlı bucaq. İndi alfa ilə x minus 12-nin cəmi xarici bucağı verməlidir. Yəni alfa üstə gəl x minus 12 bərabərdir 45-ə. Alfa ilə də 45-in cəmi buranı verməlidir. Alfa üstə gəl 45 bərabərdir 3x plus 14. Alaq sistemi alfanı istəyir. İndi fikir versək, buradan biz belə eləyək. Tərəf-tərəfə çıxsaq, alfalar getsə, x-i tapaq, yazarıq yerinə. Alfalar getsə, x minus 12 çıxaq 45 bərabərdir. 45 minus 3x çıxaq 14. Deməli, olur buradan 3x keçir bər 4x. Bu 12 də keçir mənfi 2, 45 də keçir digər tərəfə. Bir dəqiqə, nəyə biz səhv elədik? Deməli, bu ikisinin cəmi 45-i verdi bizə. Bu ikisinin də cəmi ona qonşu olmayan xarici bucağı verdi bizə. Bunlar tərəf-tərəfə çıxdıq. Çıxaq 45 bərabərdir. 45 çıxaq 3x çıxaq 14. Bu 3x keçdi bəli 4x. Dəqiqə. Nədən yanlış elədik? Bir də baxaq suala. Deməli, bu qarşılıqlı bucaqlar düzdür. Bura x minus 12-dir. Alfa ilə x minus 12-nin cəmi ona qonşu olmayan xarici bucağı bərabər. Yəni, alfa üstə gəl x çıxaq 12 bərabərdir 45 dərəcə. Və burada 45 dərəcədir. Alfa ilə 45-in cəmini 3x plus 14-ü verir mənə. Alfa üstə gəl 45 bərabər 3x üstə gəl 14. İndi buradan alfanı tapsam, alfa nəyə bərabərdir? 45 ilə 12-ni toplasam 57 çıxaq x. Buradan alfanı tapsam, alfa nəyə bərabərdir? Olacaq 3x çıxaq 31. İndi bunları bərabərləşdirək. Olur 57 çıxaq x bərabərdir 3x minus 31-ə. Buradan 31 keçir bəli 88 bərabər 4x nəysə bəyək səhvə x bərabər 22. X-in yerinə 22, 57-dən 22 çıxsam neçə eləyir? 35, yəni D variantı. 82. Verilmiş şəkildə 5 alfa bərabər 3 beta, 2 beta bərabər. Bunların üçün cəmi 180 dərəcə eləməli. Yəni alfa üstəyə beta üstəyə qamma bərabər nəyə? 180 dərəcəyə. Və buradan fikir versək indi. Bunu 2-yə vursam, olur 10 dənə alfa bərabərdir 6 dənə betaya. Bunu da 3-ə vursam, bərabər olur 3 qammaya. İndi 10-a 6-ya 3-ə bölünən neçədir? 30. 30-u 10-a bölsəm, olur 3k. 36-ya bölsəm 5k. 33-ə bölsəm 10k. Bərabər nəyə? 180. Buradan 18k bərabər 180. 180 18-ə bölsə qaldı 10. Nə istəyir bizdən? A, O, C-ni. Deməli, alfa, beta ilə qammanın cəmi.
Buradan 30'u 6'ya bölünür neçə elədi? 5 elədi, 5K. Olur 50 dərəcə. Üstəgəl qamma 30'u 3'ə bölündü 10, 10, 100. Cəmi seçili 150. D variantı. 83'ə baxaq. Şəkildə verilənlər əsasən x-in dərəcə ölçüsünü tapın. Baxın, bu xətti uzadıram. Bura 5x-ə, burada 5x-dir. Düzü. Bura 2x-ə, bu olacaq 180 minus 2x. İndi bu üçün cəmi 360 eləməlidir. 5x, 8x, 6x üstəgəl 180 bərabər 360. Buradan 6x bərabər 180, x bərabər 30. A variantı. 84. Şəkildə verilənlər əsasən alfanın dərəcə ölçüsünü tapın. Fikir versək, bunu da çəkirəm. Düz 90 dərəcə. Neçə buz olur? 2, 4, 6, 7. Daxili bucağın cəmi nə hesab? 180 vur n-7. Yəni 180 vur 5. Bu eləyir 9. 9-dan bu ikisini çıxsam, yəni 180. 720. Bunların cəmi 720 eləməli. Demək 7 alfa 9, 12, 16. 16 alfa bərabərdir 720-yə. 720-ni bölək 16-ya. Bu eləyir 45 dərəcə. Alfa olacaq 45. D variantı. 85. Şəkildə verilənlər əsasən alfanın dərəcə ölçüsünü tapın. Fikir və D1, D2 paraleldir. Onda buradan bir paralel xətt çəksək belə. Bura 48, 110. 110-dan 48 çıxsam bütün buranı verməlidir. 110-dan çıxaq 48. Eləyir 62. 62-dən də 54 çıxsaq bura qalır 8 dərəcə. Bura 8 isə alfa olacaq 170. Cəmi 180 eləməlidir. A variantı. 86. Şəkildə verilənlər əsasən alfanın dərəcə ölçüsünü tapın. Fikir versək. Beta, beta götürürəm. Gamma, gamma götürürəm. Bura 250 isə bura olacaq 110 dərəcə. 2 beta, 2 gammanın cəmi 110 verməlidir mənə. 2 beta üstəgəl 2 gammanın cəmi 110. Hər tərəfini 2-yə bölsəm beta plus gamma olur neçə? 55 dərəcə. Və beta plus gamma 55 dərəcədirsə, beta plus gamma 55 dərəcə. Bu fikir versək, beta plus gamma alfanın cəmi bu çölü verməlidir. Bu üç, baxın, bu fiqur üçün. Onda alfaya nə qədər qalır? 55 dərəcə. 87. Verilmiş şəkildə BC və MC uyğun olaraq ABD və DM-in bucaqlarını təm bölənlərdir. Yenə alfa, alfa götürək. Beta, beta götürə bilərik. Və bunu uzadıram belə. Və 110-dursa, bura neçə olacaq bütöv? Deməli, 250 dərəcə. Və bunu götürməsək də olar. Bilən fikir verək. Deməli, belə də yaza bilərik. Baxın, 2 alfa, 2 beta, 110 cəmi 360 eləməlidir. 2 alfa plus 2 beta bərabər 250. Hər tərəfini 2-yə bölsəm alfa plus beta olur 125 dərəcə. Alfa plus beta 125, 110 da bu 235. Və neçə qalır? 125 dərəcə. A variantı. 88. Verilmiş şəkildə başlanğıcı O nöqtəsində AF düz xətlə eyni yarımçı yerləşib bucaqların sayını tapın. 1, 2, 3, 4, 5, 6 dənə düzü. Olacaq 6 vur 5 böl 2. Neçə eləyir? 15 dənə. Yəni n vur n-1 böl 2 düsturu ilə hesablanır. Bucaqların sayı n yarım hissədir. A variantı. Yadınızda saxlayın bu düsturu. 89. Şəkildə verilənlərə əsasən qammanın dərəcə ölçüsünü tapın. İndi fikir versiniz. Alfa, beta, alfa, b. Bunların cəmi 124'ü verməli. Yəni 2 alfa plus 2 beta bərabər olmalıdır 124. Hər tərəfini 2-yə bölsəm alfa plus beta neçə olur? 62 dərəcə. Alfa plus beta 62 dərəcə oldusa, demək nə isə qamma. Onda 124-dən də
Baxın bu fiqurlar üçün bu üçün cəmi 124-ü verməlidir. Onda qammiyə neçə qalır? 62 dərəcə. B variantı. 90-a bax. Şəkildə verilən əsas x-in dərəcə ölçüsünü tapın. Buradan paralel xətt çəksək, bura 30-dur. Bura 60-dır. Onda bura neçə qalır? 30 dərəcə. Buradan paralel çəksək. Bura 100-dürsə, bura 80 qalır. Bu bütöv 180 eləməlidir. Onda bura neçə qalır x-ə? 70 dərəcə. D. Növbəti 91-ə baxaq. Şəkildə verilənlər əsasən AB və BOC bucaqların tənbirlərin arasında qalan bucağın dərəcə ölçüsünü tapın. Demək 48 və 180-dən 48 çıxsaq neçə eləyir? 132. Bu yarıya bölməyib. 132-ni 2 yerə bölük neçə eləyir? 66. Deyir ki, AOB BOC bucağı tənbir. Bunun tənbirlərini çəkirəm. 66-nı 2 yerə bölsəm 33, 33. Bunu da tənbirlərini çəkirəm. 66-nı 2 yerə bölsəm 33, 33. Tənbirlər arasında bucaq budur. 33-lərin cəmi, yəni 66. 92-yə baxaq. Şəkildə verilənlər əsasən alfanın dərəcə ölçüsünü tapın. Yəni D1, D2 paraleldir. Bunu çəkirəm. Bura 100-sə, bura olur 80 dərəcə. 40, 130. 130-dan 40 çıxsaq, bura qalır 90 dərəcə. 90, 80, 170. Onda alfaya qalır neçə? 10 dərəcə. A variantı. 93. Şəkildə verilənlər əsasən betanın dərəcə ölçüsünü tapın. Yenə D1, D2 paraleldir. Onda bura 70 isə, bura olacaq 110 dərəcə. Və 5 beta, bura 110-dursa, burada olur. Qarşılıqlı bucaq 110. 110, 20, 5 bet. 110 üstə gəl, 20 üstə gəl. 5 beta bərabər 180. Buradan 5 beta bərabərdir 50-yə. 50-ni 5-ə bölsək beta neçə eləyir? 10. Yəni B variantı. 94-ə bax. Şəkildə verilən əsasən Y-in dərəcə ölçüsünü tapın. Fikir versək. D1, D2 paralel düzdür. Bu ortadan xətt çəksək görək. Biz nə verir bizə? Bax, paralel xətt çəkin. Bu 4x plus 70 isə burada olacaq 4x plus 70. Onda burada olacaq 5x plus 20. Bunların cəmi 126-nı verir. 4x-lə 5-ə 9x. 70 ilə 20-ni toplasam 90 bərabər 126. 9x bərabər 36. 36-nı 9-a bölsə x oldu 4. X-in yenə 4 yazsam, deməli 20 üzərinə 20 gəlsəm 41 olur. Onda y neçə olur? 140 dərəcə. Y variantı. 95. Şəkildə verilənlər əsasən alfanın dərəcə ölçüsünü tapın. Deməli 145 buradırsa, bura neçə qalır? 35 dərəcə. 35 alfanın cəmi 80-i verməlidir. Onda bura neçə qalır? 55 dərəcə. Alfamız neçə olur? 55 dərəcə. 96-ya bax. Şəkildə verilənlərsə x-in dərəcə ölçüsünü tapın. 3x buradırsa, burada 3x. Bura 2x isə, burada x. İndi 2x-in 3x-in cəmi bizə 180 verir. Daxili bir tərəfli uzaqlardır. 5x bərabərdir 180-ə. 180-i 5-ə bölsə x olur 36. Yəni A variantı. Növbəti 97-yə baxaq. Şəkildə verilənlər əsasən alfanın dərəcə ölçüsünü tapın. Fikir versə, paralel ifa düzdür. 65 isə, onda çarpazlıq əsasən burada 65. Və burada 65 olacaq. Yarıya bölüm. Bütöv 130-dur mu? Onda bura 130 ise çarpaz bucaqlardır. Alfa da olur 130 dərəcə. Yəni C variantı. 98-ə baxın. Şəkildə verilənlər əsasən alfanın dərəcə ölçüsünü tapın. Bura 70-dirsə, çarpazlığa əsasən burada olur 70 dərəcə. 90 da buradır. Onda alfa neçə qalır? 20 dərəcə. Yəni A variantı. 99. Şəkildə verilənlər əsasən alfanın dərəcə ölçüsünü tapın. Videodan davamlı istəyirsinizsə kanala abunə olun. Bu kitabın bütöv izahını sizlərə təqdim edək. Deməli, bunu uzatsaq, baxın, bura 80 dərəcədirsə, burada olur 80 dərəcə. Və bura 40-dırsa, qarşılıqlı bucaqlar, burada 40. 40 ilə 80 cəmi ona qonşu olmayan xarici bucağı verməli. Yəni 120 dərəcəni. Y variantı. 100. Şəkildə verilənlər əsasən alfanın dərəcə ölçüsünü tapın. Yenə buranı uzatsam. Baxın. 118 isə bura neçə olur? 62 dərəcə. 90 da buradır.
90-dan 62 çıxsam, bura neçə qalacaq? Alfamız 28 dərəcə.